Yağış yağan kimi yenə də paytaxtın həll olunmamış problemləri üzə çıxır. Bu təbii hadisə artıq bərəkət deyil, sakinlərin günbəgün yaşadığı əziyyət, narahatlıq və təhlükə mənbəyidir. Bu problemlər daha çox köhnə tikili binaların həyətlərində özünü göstərir. İllər ərzində gəlmiş bu həyətlər sanki sel keçmiş çay yatağına bənzəyir. Binaların tinləri, dalanları su ilə dolur, divarlar nəm çəkir. Bir sözlə, yağış sakinlərin həyatı üçün kabusa çevrilir. Xüsusilə də Nəsimi rayonu Mircəlal 10 ünvanında vəziyyət daha acınacaqlıdır. Bizim media şikayət olunan bu ünvanda olub. Şikayətçi deyir ki, illərdir aidiyyatı qurumlara müraciət etsə də nə problemi görən var, nə də həll edən. İllərləndir ki, yağış yağan kimi evin arxasına su göllənir, demək olar ki, göl yaranır. Nə onsuzsa, yəni istismar müddəti bitmiş binada artırılmalar var deyə bu suyun axış yeri yoxdur. Tikinti var deyənə su axıb getmir arxayına. Sən elə ki, su da axsın getsin, sorun yaranmasın. Mən dəqiqədə qonşulardan pul yığıb blok padval dərmanlamaqdan ölmüşəm daha. Bezmişəm. 3-4 ildir rəsmən su belə göllənir verir. Bax divarlara baxın, divarlar ucu quzulayır. Padvalın təmizliyinə qonşularla yığışırıq, icra gəlir. Tak, nədir? Tikinti tikirəm, təmizlik eləyirəm də. Heç biri öz işini görmür. Baxın divarlar nə gündədir, evin altına vurulur. Onsuzsa padvaldan axır kanalizasiya, bu ayrı bir konu. Bir də bu tərəfdə bir çökək. İlhamə Kərimova qeyd etdi ki, dəfələrlə üst tutduğu aidiyyatı qurumlar başdan sovdu, ötəri həll yolları təklif etsələr də sözdə qalır. Əməli fəaliyyətə isə keçilmir. Mən bunu ilə əlaqədar 77 saylı JEK-in rəisinin qəbulunda birbaşa oldum 2 il təxminən öncə. Problemi dedim, dedi hə, bu saat həll olunacaq, o həll olunan, bu həll olunan. Bu yaxınlarda JEK-in səlahiyyətli əməkdaşı Maşallah bəyə gördüm, dedim buna bir çözüm. O da mənə dedi ki, belə bir sənə köməklik eləyə bilərik ki, hətta mənə, yəni bura gətirək torpaq tökək, bu su göllənən yerə. Bu demək ki, bir-birimizi alladıq da, bura torpağı tökdük. Torpaq yenə suyu çəkib alta verəcək. Mənim məqsədim odur ki, bu su axsın, getsin, yəni burada göllənməsin. Binanın altı, onsuzsa kanalizasiya padval oradan axır. Gələk turba qoyulub kanalizasiya birləşdirsin. O da dedi ki, Maşallah bəy dedi ki, bizim işimizdir. Kimin işidirsə mən bilmirəm. İcraya mən neçə gündür zəng eləyirəm, çağırıb telefona cavab verən yoxdur, qaynar xətt. Məsələni yerində araşdırmaq üçün 77 saylı mənzil kommunal istismar sahəsinə yollandıq. Mənzil istismar sahəsinin rəisi Vüqar Həmzəyev məzuniyyətdə olduğu üçün digər səlahiyyətli şəxsə üz tutduq. Amma mühəndis Maşallah Camalov mikrofonumuzdan məharətlə yayınaraq bloklardan birində gözdən itdi. Daha sonra zənglərə cavab vermədi. İdarənin digər işçiləri isə məsələyə nə münasibət bildirdilər, nə də ən azından təsəlli edəcək söz dedilər. Ayadımızı demirsiniz? Yox, siz evinizi niyə təqdim edəmirsiniz? Problemlə bağlı Nəsimi rayon icra hakimiyyətinə də dəfələrlə zəng etsək də cəhdlərimiz boşa çıxdı. Göründüyü kimi bu xoşa gəlməz mənzərə yağışın deyil, laqeydliyin nəticəsidir. Ümid edirik çəkilişimizdən sonra problemlə maraqlanan tapılacaq. Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim Media.